Rossmanndan uşaq üçün etdiyim alış-verişlər. Gəlin birlikdə baxaq. Bu orqanayzer endirimlə 5 manata düşmüşdü. Mən də fürsətdən istifadə edib aldım. Bura salfetka yerləşdirilir, bura pampress yerləşdirilir, burada lazım nə əşya varsa, kiçik əşyalar onu yerləşdirilir. Baby Dream də mənim sevdiyim markadır və bu şampunda endirimə düşmüşdü. 500 millisi 9 manat olmuşdu. Ona görə də dedim fürsətli götürüm. Proqram vasitəsilə də yoxlayaraq aldım. Keyfiyyətli məhsuldur. Bu uşağı çimizdirərkən maçalkadır. İçində 2 dənə var. Belə bir formadadır. 2 dənə. Bu da Baby Dream'in qulaq çöpüdür. Mənə Uni Baby'nin qulaq çöpünü hədiyyə eləmişdilər. Mən də bunu aldım. Düşünürəm ki, 2 dənə bəsdir. Onsuz da çox istifadə olunmaz uşağa. Ona görə də bundan sonra istifadə edib qutarandan sonra alacağım. Bu vanna üçün temperatur ölçəndir. Belə bir formadadır. Baby Dream'in alt açma bezləri endirimə düşmüşdü. Normalda 10 dənəsi 10 manat idi, amma bu səfər 8 manat olduğundan götürdüm. Bu isə burun aspiratorudur. Bunu seçmək səbəbim də budur ki, qabının olmağıdır. Rahatlıqla qabında saxlaya biləcəm. Yuyula biləndir. Bunlar ayrıca çıxır və yuyulur. Xoşuma gəldi. İstifadəyə yararlı olacağını düşünürəm.